Ən azı heç olmasa 2 il cəza alacaqsınız. Anam çox pis vəziyyətə düşəcək. O buna dözə bilməyəcək. Kimisə sevirsən, olsa sənə fikir vermir. Əməliyyat elətdirmək üçün pul tapdım. Hardan aldın? Səhv addım atan kimi səni həbs eləyəcəklər. Manav hardadır? Mən Əbrarı izləyirəm. Ona dəyməyin. Mən Qumru ilə evlənirəm. Gəlirsən, Cəfərin yanından gəlirsən, hə? Ananı mən öldürmüşəm. Axı niyə? Ata sənə nə oldu? Atacan, Yox. bu qız onu sevməyə necə vaxt tapdı? Məni öldürəcək vallah. Xala səni də çağırarıq. Gəlib Londonu gəzib görərsən. Mən Londonda neyniyəcəm? Fərhad, ayağa qalx. Fərhad, yaxşısan? Ayağa dur Fərhad. Fərhad, nə olar? Ana, o indi düzgün yoldadır. Hər şeydən əl çəkib. Onu 1-2 gündür tanıyırsan. Necə olduğunu hardan bilirsən? O, qaçmağa çalışa bilər. Amma mən belə düşünmürəm. Sabah saat 9-a hazır ol. Səni götürüb aparacağam. Sabah uçacağıq. Ay Allah, atama şəfa ver. Qoy atam tez sağalsın. Sən bir neçə vaxt paytaxtda qaldın. İndisə Londona gedirsən. İnşallah sənə də nəsib olar bacı.